Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Mənim əziz, möhtərəm, dindar qardaşlarım, mən dindar sözünü nahaq demədim. Çünki dini olmayanın məhəbbəti olmaz. Məhəbbəti olmayanın insafı olmaz. İnsafı olmayanın heç vətəni də olmaz. Bu bir həftə ərzində şəhərimizin baş meydanında toplaşmağımız əlbəttə böyük bir imanla bağlıdır. Bu iman vətənə bağlı imandır, torpağa bağlı, qeyrətə bağlı imandır. Milyonluq dindarlar adından, Azərbaycan xalqının inanan tərəfi adından sizi əmin edirəm ki, tələbləriniz haqlıdır. Bu, xalqımızın mətanətinə, onun həqiqi ləyaqətinə, onun qəhrəman keçmişinə ən gözəl dəlil və sübutdur. Allah Teala'dan arzu edirəm ki, sizin burada dayanan qədəmləriniz yorulmasın. Allah Teala'dan arzu edirəm ki, öz böyüklüyü xatirinə və öz peyğəmbərləri xatirinə sizin burada qoyduğunuz mətləblərin hamısı yerinə yetirilsin. Mən arzu edirəm ki, hamınız və hamımız bu imtihandan üzü ağ çıxaq. Allah sizə kömək olsun. Vəssalamu aleykum və rəhmətullahi. Gözü yolda Təbrizin, gözlərinin qara yaşı göyərdi. Göyərmədi istədiyi bircə dən, Savalanın qara daşı göyərdi. Heydər baba, ildırımlar şakanda, seller sular şakkıldıyıp akanda, kızlar ona saf bağlıyıp bakanda, salam olsun şevketize, elize, benim de bir adım gelsin dilize. Qalacaqdı şəhriyarım, yeni bir şeir qoşardı. O sihirli sözləriyle görəsən nələr yazardı. Hanı millətim soruşdum, dedilər ki, türkü millət bir ömür komada yatmış, ölüb öz dilini danmış, həyatın şərafətini köləlikdə farsa tapmış. Səni gömdürən o gündən bura bir gömütlük oldu. Dəyişildi millətində sən ilə olan qərarı. Basırıldı topraq altda dili, kültürü, nə varı. Gedə-get uşaqların da dili döndü farsa sarı. Daha burada şəhriyarın yoxudur sevən niqarı. Sən ayıl 5-10 kitab yaz, yazılar bitincə bəlkə duya millətin xətərdən, ayıla bu şübhələrdən. Buracan yetər ucuzluq, daha durduraq qumarı. Ya da yat gömüt içində, necə danmışıq Turanı, danarıq bu şəhriyarı. Heydər baba, kendin günü batanda, uşaqların şamın yeyip yatanda, ay buluttan çıkıp qaş göz atanda, bizden de bir sen onlara qıssadır. Qıssamızda çoxlu qəm oldu.